Bugünkü dərsimizdə əhalinin sayı mövzusunda söhbət edəcəyik. Dünyada hal-hazırda 8 milyarda qədər insan vardır. Qeyd etmək lazımdır ki, heç də həmişə bu qədər dünyada insan olmamışdır. Eramızın əvvəllərində dünyada 230-250 milyona qədər insanın olması güman olunur. 1900-cü ildə dünyada 1,6 milyarda qədər insan var idi. 1980-ci ildə 4,4 milyarda qədər insan var idi. Amma hal-hazırda dünyada 8 milyarddan çox insan vardır. Əvvəlki minilliklərdə, yüzilliklərdə əhalinin sayı çox az artırdı. Buna səbəb nə idi? Müharibələr, aclıq, kütləvi xəstəliklər, səhiyyənin zəif olması əhalinin artımına mənfi təsir göstərirdi. Amma son 100 ildə əhali 4 dəfədən çox artmışdır. Belə ki, 20-ci əsrin əvvəllərində dünyada 2 milyarda qədər insan var idisə, hal-hazırda 4 dəfə çox 8 milyarda qədər dünyada insan yaşayır. Əhalinin sürətlə artımının belə baş verməsinin əsas səbəblərindən biri aclığın nisbətən azalması, səhiyyənin yaxşılaşması, müharibələrin azalmasını misal göstərmək olar. Əhalini öyrənən elm sahəsi demoqrafiya adlanır. Dünyada hal-hazırda ən çox əhali Hindistandadır. Hindistanda 1 milyard 413 milyona qədər hal-hazırda insan yaşayır. İkinci yerdə isə Çindir. 1,4 milyarda qədər insan yaşayır. Üçüncü ən çox əhali yaşayan ölkə Amerika Birləşmiş Ştatlarıdır, 340 milyon. İndoneziyada isə 280 milyondan çox əhali yaşayır. Türk dövlətlərindən ən çox əhalisi olan dövlət birinci Türkiyədir, 85 milyona qədər, ikinci Özbəkistan, bu da 38 milyona qədər əhalisi vardır. Azərbaycanda isə 10,5 milyona qədər əhali yaşayır. Əhalinin artımının iki yolu mövcuddur. Birinci, mexaniki yol. Mexaniki yol ölkəyə gələn və gedənin fərqinə əsasən müəyyən olunur. Ölkəyə gələn immiqrant, ölkədən gedən isə emigrantdır. Əgər ölkəyə gələnlər, immiqrantlar çoxdursa, gedənlərdən, emigrantdan onda əhali artımı baş verir. Əksinə, ölkədən gedən emigrant, immiqrantdan çoxdursa, onda mexaniki azalma baş verir. Əhali artımını 1000 nəfər hesabı ilə hesablamaq lazımdır. Hesablanması bu qaydada aparılır. Əhalinin təbii artımının iki tipi vardır. Birinci tip, ikinci tip. Birinci tip əsasən Şimal Amerikada, ABŞ Kanadada, Qərbi Avropada, Çində, Yaponiyada, Rusiyada, Şərqi Avropada geniş yayılmışdır. Birinci tipdə artım çox aşağıdır. Məsələn, 10 nəfər, hər 1000 nəfərə 10 nəfər anadan olur, 8-i ölüb, 2 nəfər isə artım baş verir. Bu o deməkdir ki, ölkədə hər 1000 nəfərə 2 nəfər artır. Məsələn, əhalinin sayı 10 milyondursa, 10 çıxaq 8 bərabərdir 2-dirsə, onda bir ildə olan təbii artımı tapmaq üçün 10 milyona x, 1000-ə 2 yazmaqla tənliyi həll etməklə tapmaq mümkündür. Soruşulsa ki, 5 ildən sonra əhali nə qədər olacaq? Aldığımızı 5-ə vurub, ölkə əhalisinin üstünə gəlməklə tapa bilərik. Amma ikinci tipdə Asiya, Afrika, Latin Amerikası ölkələrində artım çoxdur. Artım çoxdur. 25-7 bərabərdir 18-ə. Ən çox artım Hindistanda, Afrika ölkələrində artım daha yüksəkdir. Artımın çox yüksək olması ikinci tipdə demoqrafik partlayış, birinci tipdə isə artımın çox aşağı olması demoqrafik böhran adlanır. Avropa ölkələrində demoqrafik böhran, Afrika ölkələrində isə demoqrafik partlayış baş verir. Demoqrafik böhranın, demoqrafik partlayışın hərəsinin öz problemləri vardır. Böhran olan ölkələrdə qocalar çox, uşaqlar az, əmək ehtiyatları çatışmır. Amma partlayış olan ölkələrdə isə Afrika, Asiya ölkələrində
Uşaqlar çox, qocalar az, işsizlik baş verir. Natamam məşğulluq baş verir. Avropa ölkələrində, birinci tip aid olan ölkələrdə əhalinin artırılması siyasəti aparılır. Ölkədə az uşaqlı ailələrə, çox uşaqlı ailələrə dövlət yardım göstərir, məzuniyyətlərin, günlərin sayı artırılır. Amma Asiya, Afrika ölkələrində ikinci tipdə isə əsasən az yaşlı, az saylı ailələrə dövlət yardım göstərir. Çox uşağı olanlara yardım göstərmir. Dövlət siyasət aparır. Evlənmə yaşını artırır. Təhsil alan zaman evlənmək qadağan olunur. Az uşağı olan ailələrə dövlət yardım göstərir. Bu yolla təbii artımı azaltmağa çalışırlar. Məsələn, demoqrafik inqilab termini var. Demoqrafik inqilab ilk dəfə Yaponiyada həyata keçirilmişdir. Yaponiya əvvəllər təbii artımın ikinci tipinə aid idi. Hal-hazırda Yaponiya təbii artımın birinci tipinə aiddir. Əhali stabil olaraq qalır. Çində də bu siyasət həyata keçirilmişdir. 2000-ci illərdən başlayaraq orada da demoqrafik siyasət həyata keçirildikdən sonra da bir ailədə bir uşaq təsbit olunmuşdur. Bu da Çin əhalisinin artımının stabilləşməsinə gətirib çıxartmışdır. Miqrasiya əhalinin yer dəyişməsidir. Məsələn, Bakıdan Gəncəyə, Gəncədən Bakıya getmək bu miqrasiya adlanır. Əhalinin yer dəyişməsi miqrasiya adlanır. Miqrasiya dedik bayaq, iki cür olur. Emiqrasiya, immiqrasiya. Emiqrasiya ölkədən getməkdir, immiqrasiya isə ölkəyə gəlməkdir. Vaxtilə Avropa əsas emiqrasiya mərkəzlərindən biri idi. Hal-hazırda isə Avropa əsas immiqrasiya mərkəzlərindən birinə çevrilmişdir. Ayrı hansı regionlar immiqrasiya mərkəzləridir? Şimal Amerika, bir də İran körfəzi hal-hazırda əsas dünyada immiqrasiya mərkəzlərindən sayılır. İran körfəzi inkişafda olan ölkələrdir. Bu regionun immiqrasiya mərkəzinə çevrilməsinin əsas səbəbi neft sənayesinin inkişafı, işçilərə olan tələbatdır. Ona görə də dünyanın bir çox regionlarından, Cənubi Asiyadan, Afrikadan, İran körfəzi regionundakı ölkələrə işləməyə gələn işçilər çoxdur. Bu region da immiqrasiya mərkəzinə çevrilmişdir. Bəs emiqrasiya mərkəzləri haralardır? Emiqrasiya mərkəzləri Mərkəzi Asiya, Cənubi Asiya, Afrika, Latın Amerikası ölkələri, regionları, bu regionlar əsasən emiqrasiya mərkəzləridir.